Bugün Uşaq Nevroloji Xəstəxanasında növbəti spinal əzələ atrofiyası və düşən əzələ distrofiyasına həsr olunmuş elmi praktiki konfrans həyata keçirildi. Konfrans həm teorik, həm də praktik hissələrdən təşkil olunmuşdur. Konfransa bu sahədə öz bilic və təcrübələrini bizimlə paylaşmaq üçün xarici ölkədən mütəxəssislər dəvət olunmuşdu. Konfransda həm ailələr, həm həkimlər üçün master-klasslar təşkil olunmuşdu. Konfransın digər hissəsində isə multidisiplinar yanaşmaya bağlı spikerlərin çıxışları uğurla həyata keçdi. Konfransda iştirak etdiyinə görə həm dəyərli spikerlərimizə, eyni zamanda iştirakçılara öz adımdan dərin təşəkkürümü bildirirəm. Konfrans Azərbaycan Uşaq Nevroloqlar Assosiasiyası, Tibbi Ərazi Bölmələrinin İdarə Etmə Birliyi və Pasient Təşkilatlar Birliyinin iştirakı ilə təşkil olunmuşdu. Uşaqlarımız əziyyət çəkən xəstəliklər, düşən əzələ distrofiyası və spinal əzələ atrofiyasından danışacaq. Azərbaycanda bu xəstələr çoxdur və təəssüf olsun ki, diaqnoz çox zaman gec qoyulur və ona görə də həm müalicədə, həm reabilitasiyada ləngimələr baş verir və bu bilməməzliyi, az informasiyanı aradan qaldırmaq üçün biz bugünkü tədbiri keçirmişik. Bu cür tədbirlərin keçirilməsi xəstələr üçün çox ümidverici bir haldır və pasientlərdə yeni müalicə strategiyaları, aparılan reabilitasiyanın yeni üsulları ilə tanış etmək həm həkimlərimizi, həm pasientlərimizi əhatə edən bu böyük master-klassın gələcəkdə bu xəstələr üçün həm spinal muskulyar atrofiyalar, düşün və ümumiyyətlə digər genetik irsi xəstəliklər üçün böyük töhfə verəcəyini ümidlənirik. Valideynlərin və həkimlərin bu xəstəliklər haqqında maarifləndirilməsi çox vacib olduğunu vurğulamaq istəyirəm. Düzgün diaqnostika qoyularsa və zamanında müalicəyə başlanılarsa, xəstələrin həyat ömrü uzanmış olar. Həm xəstələrin həyat keyfiyyəti, həmçinin də valideynlərin həyat keyfiyyəti yaşlığa doğru irəliləmiş olar. Spinal musküler atrofi ve düşen hastalığı nedeniyle bir kere daha Bakü'deyiz. İlahi Hanım önderliğinde düzenlenen bu toplantıya katılmaktan mutlu ve gururluyuz. Umarım çok başarılı bir toplantı olacak ve meslektaşlarımızla bilgi ve tecrübelerimizi paylaşacağız ve buradan da çok şey öğrenerek ayrılacağız. Toplantının konusu spinal musküler atrofi ve düşen hastalıkları. Pek çoğumuzun çok sevmediği, tedavisinde zorlandığı, hakkında az bilgi sahibi olduğu hastalıklar bunlar. Bugün bu hastalıkları tartışıp tecrübelerimizi paylaşacağız. Herkes için verimli bir toplantı olmasını diliyorum. Мультидисциплинарное наблюдение, то есть наблюдение детского невролога, кардиолога, ортопеда, пульмонолога, специалистов паллиативной службы, респираторной поддержки имеют большое значение для выживаемости таких детей, для улучшения качества жизни, профилактики осложнений, ну и для того, чтобы родители и семьи этих детей чувствовали поддержку со стороны государства, общества и врачей. Сегодняшнее мероприятие, которое посвящено детям и поддержке такой мультидисциплинарной детей с нейромышечными заболеваниями, очень важно тоже в контексте развития вообще паллиативной помощи в Азербайджане и может быть стартом для того, чтобы паллиативную помощь начали преподавать в вузах студентам, врачам, медсестрам, чтобы паллиативная помощь преподавалась на последипломном уровне и ввелась как специальность. Əgər pasientin sağlamlığına, sağlam yaşamasına şans varsa, əlbəttə ki, burada həm aidiyyət etməli dövlət qurumları, həm deməli doktorlar, həm də deməli cəmiyyətlər bir araya gəlib səfərbər olmalıdırlar ki, pasientlərin sağlamlığına yəni qaytarmaq üçün. Bunun üçün də əlimizdən gələni edirik.
Mən burada həm iştirakçı, həm də təşkilatçı olaraqdan çox qürur duydum və çox xoş oldu iştirak etmək. Çünki həm yerli mütəxəssislər, həmçinin də xaricdən gələn qonaqlar, həkimləri dinləmək mənim üçün çox böyük bir təcrübə və yeni biliklər qazandırdı. Ümid edirəm ki, bu tədbirlər davamlı olacaq və biz də öyrənməyə davam edəcəyik. Hər kəsə iştirakına görə təşəkkür edir və uğurlar arzulayıram.